Azərbaycanın 2 şəhərinə metro çəkiləcək dəyərli izləyicilər və tarix açıqlanıb. Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılacağı nəzərdə tutulur. Bildirilib ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin çəkilməsi planlaşdırılır. Lakin metronun genişləndirilməsi ilə bağlı bu cür açıqlamalar illərdir səslənsə də bir çox layihələr üzrə dəqiq açılış tarixləri hələ də açıqlanmır. Xüsusilə Xırdalan sakinləri uzun müddətdir metro xəttinin onların yaşadığı əraziyə çatdırılmasını gözləyir. Bəs yeni metro xəttinin tikintisi və istifadəyə verilməsi niyə gecikir? Qlobal Infoya danışan nəqliyyat eksperti Elməddin Muradlı metro xəttlərinin çəkilməsi asan proses deyil deyə belə bir açıqlama verib. Bu aylarla deyil, əksər hallarda illərlə davam edən mürəkkəb infrastruktur layihəsidir. Ancaq bu görüləcək işlərin plansız və qeyri-müəyyən şəkildə həyata keçirilməsi anlamına gəlməməlidir. Məsələyə ciddi yanaşılmalı, dəqiq plan hazırlanmalıdır. Hansı tarixdə tikintiyə başlanacağı, hansı tarixdə başa çatacağı əvvəlcədən müəyyənləşdirilərək ictimaiyyətə açıqlanmalıdır. Əlbəttə, belə iri layihələrdə 1-2, hətta 3-5 aylıq gecikmələr baş verə bilər. Lakin bu gecikmələr illərlə davam etməməlidir. İnsanların narazılığı da məhz bundan qaynaqlanır. Ekspertin fikrincə digər tərəfdən də metro tikintisinin son dərəcə mürəkkəb proses olduğunu nəzərə almaq lazımdır. Marşrutların müəyyənləşdirilməsi, ərazilərin hazırlanması, geoloji tədqiqatlar, təhlükəsizlik tələblərinə əməl olunması və digər texniki mərhələlər kifayət qədər vaxt tələb eləyir. Buna baxmayaraq uzun illər ərzində yalnız müzakirələrin aparılması, real işlərin isə görülməməsi haqlı suallar doğurur. Xırdalan və Sumqayıt istiqamətində metro xəttlərinin çəkilməsinə gəlincə Elməddin Muradlı deyir ki, bu layihələr hazırda ayrıca dövlət proqramında nəzərdə tutulmasa da gələcəkdə ayrıca layihələr çərçivəsində həyata keçirilməsi ilə bağlı niyyət var, dəyərli izləyicilər.